Ayşət Hüseyn qonaq getdikləri evdə canlı açdılar və nələr baş verdi videonu izləyək. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Tükendim var burada. Fox. Biz Fox. Bakın Fox'a. Yok. Əsl şou sabah başlayır. Birinci bu şou deyir ki, insanların həyatında bir problem olursa, o problem ya həll edilir, dəf edilir də. Nə var ki, Xoşqədəm xanım həll edəcək. Xoşqədəm bacım. Görünə gündəyəm. Mənə niyə göstərsən ki? Öyle oturup var burada. Ayrı. Böyle burada oyun oynamağın nəyinə dəxləsi var? Kim istəyir ki, öz uşağının atasız qalsın, ata istəyər anasız qalsın uşaqları. Kim hansı istəyər ki? Biz istəyirik sülh olsun da. İndi olur, hər evdə söz-söhbət olduğu gibi biz də o həyatda satdım, mən orada canlıda əsəbləşdim. Yəni elə söz-söhbətdən axırı ayrılmaqdır. Bəzi belə problemli ailələr görsün, bilsin ki, elə söz-söhbətdən axırı sonu yoxdur, ayrılıqdır. O da yaxşı bir şey deyil. Pul yığmaq üçün. Hansı pul istəyirəm, bəlkə 3-4 gün dava yığdığını gedim bizdə. Pul istəmişəm sizdən. Ya böyle sözün olarsınız. Allah kömür, Allah soxuşlar. İstəmirlər, gözləri götürmür, dava olmalı, qırğın olmalı, söz-söhbət olmalı, problem olmalıdır. Salam Rangerova, salam. Bala kiçiklər sözü olarsa böyle yoluna koyarlar. Allah can sağlayasın. Bu Size yoluna sadece olarak koydu. bu insan başa düşmürsə, demək bu insanın düşüncelerinde problem var. Ben neyiniyim ki? Özü edir. Özü edib. Hem de Allah koysa her şey yaxşı olar. Narahat olmayın. Her evde söz söhbət var. İşləyirəm. Arıqlayar da Ayşət. Fokusumuzu göstərəyəm. En yaxşı Sen bir Fox. daha oradan çay içeyim. Yazıq Ayşət, Gel biraz uzaktan çek de sonra da inandırıcı olsun da. uzaqlan çəkin. Oradan. Fox. O bir de vereceğim daha önemli. Fokusa baxırıq. Ən yaxşısı Fokusdur. Oyunu biz sizə hesab edəcək. Kolay ne oldu? Özü götür koydu 2 metreni yaxşı əlinə gedəcəksin. Bəli, bu əlimi tutub əlim düşsün. Baxın, yaxşı baxın. Ne var sizce? Fokus edir, değil mi? Sen şey aşağı bak. Heç bir hərəkət olmadan qabı özünə tərəf yaxınlaşdıracaq. Heç bir əks hərəkət olmadan. Çaşkaya bax. Açır bu. Qorxma. Senin korkma. Qorxma, heç yerdən qorxma. Nə qorxursan? Sən cama sən nə qorxur? Allah sən sağla. Sessiz olur, korkma. Olan şey. Qorxma, fokusdur. Oy. Nedir? Qanqamını edeyim sana son bax. Bax, qanqabıya bax elə. Eləyim. Eləyin. Qanqamını edeyim, qanqamını. Qanqabını elin, qanqabı yaxındır. Ay Allah. Dom. Qorxma. Bəlkə qanqabı səndən qorxur gedir o tərəfə. Yo, Peki senden korku bir tarafa gelir. Sen o taraftasın, yakındasın. Ay Allah. Gördünüz mü? Magnet var. Şuşaya magnet yapışmır. Yox deyirsin, nə? Magnet ne gəzir orada? Vaxtda aramaqlı salır uşağı. Ben vahime basın.
Birdən məndə harası? Ha bu məsələnin nəyi var? Özünü eli göstəriyor ki, sütdən çıxmış arkadaşlar ki, paketə bu. Hay. Bəlkə sən gedəcəksən arasın. Siz Ayşə Hüseynin gəlsin bu tərəfə. Hə. İstəyirəm. Bir dənə. Bir də ağlını. Bir dənə Hüseyin. Birdən ağlını geri qaytarın. Xahiş edirəm. Onun ağlı gedibdi. Onun ağlı, onda mən gel qızların yanına gedim. Promo gedər ondan sonra. Sap nə sap, sap. Burada sap nə gəzir? Burada sap nə gəzir? Burada sap nə gəzir? Deyəm. Yox, sapsız elmlər, deyəlim. Yenə dalaşırsınız. Suallara cavab versin Ayşət xanım. Biz indi bu dəyərli insan evinə ona gəlmişik. Çox insanlar bizə deyirlər, eləməyin, etməyin, yaxşı şey deyil, günahdır. Körbəyə görə keçin. Neyse. Qonaq gəlmişik, danışa bilməm burada. Biraz xahiş edirəm ki, çox adəti almayan suallar verməyin. Xahiş edirəm. Dərmanlarımı da içmişəm. Axşam dərmanımı qalıb, onu gedəcəm. Salam, salam, Nəsib, salam. Öz həyatları şovdan, yalandan ibarətli deyə. Nə bilim valla. Sabah gəlsin. Sabah görməyənlər olur. Səccadım mən. Allah sizi xoşbəxt eləsin. Amin, amin. Amin. Allah hamını xoşbəxt eləsin. Gəl düz. Allah can sağ Həmişə ehman olun. Hər evdə söz söhbət var. Bu da belə olsun, əbi yox. Azı daha olmasın. Axşamınız xeyir. Ay sizin hər vaxtınız xeyir olsun. Necəsiniz? Moderatorunuza deyin ki, mən niyə qara səhifəyə alıbdı? Heç nə orada baxa bilmirəm. Yazı yaza bilmirəm. Nə, kim edir onları? Yəqin özünə yaxşı hörmətsiz edir. Prenses narahat olun. Mən ağzıma gələn deyən deyiləm. Ay Mən xanım, ağzıma vallahi gələn deyən deyiləm. Sadəcə o keçənlə əsəblə demişim ki, bu söhbətdə dırdırlar düşür şeyə. Yazılıb, ona görə səsli gedir. Hörmətsiz eləməyə izləyəcəyimizə qarşı. Buyurun, buyurun, buyurun. Buyurun, dinləyirəm sizi. Hüseynlə Zadə, Hüseynov var. Hüseyn Zadələr. Hüseynova buyurun. Çıxarın, çıxarın. Ne, bura gözlərimiz azad deyil ki, çıxarın geçsin. Yox, təhqir edəcək, həmin səhifədə. Mən biraz üstünüzə sağlıq soğulamışam deyəsən. Ayşə edir, yaxşı edir. Ayşə bilir nə edir. Salam. Aleyküm salam, necəsiz Hüseyin qardaş? Çox sağ olun. Siz necəsiniz? Yaxşıyam, Allah köməyiniz olsun. Nə oldu sizə? Göz dəydi birdən-birə. Bəli, bəli. Eğilmişdi. Ayşət səni çox istəyirdi. Siz Ayşədi çox istəyirdiniz. Bir-birinizə yaraşırsınız. Çox sağ olun. Çox sağ ol, Nətin. Sən Ayşətsiz qala bilmərsən, Ayşət də sənsiz qala bilməz. Niyə görə düşmən sevindirirsiniz belə? İndi oldu da oldu. Allah şeytanla xət eləsin. Biz istəmirik. Bizi böyüklərimiz başa saldılar. Özümüz də başa düşürdük. Mən istəyirdim bunu Ayşət başa düşsün ki, bu qədər olmaz, ailə qədərlərini bilmək lazımdır. Uşağa ən nə olur olsun, uşağa görə biz sakit tutub dayanmalıyıq. Bəslə. Ayşət, məni eşidirsən? Bəli. Ayşət, qulaq as, yaxşı eşitcinlə başa dönərəm. Atasız uşaq böyütmək çox çətindir. Çox çətindir, ha. Ana bir gün yaxın duracaq, 2 gün yaxın duracaq, 3-cü gün ana sənin üzüyə də baxmayacaq. Ağıllısan sən. Sənə dünyalar qədər hörmət eləyirəm. Elə bilirəm ki, bizim öz gəlinimizsən sən. Yaxşı, bala? Sənin yaxşı baladır. Ayşət, ya dua gəlirsiniz, siftə evlənəndə bir nəfərə görə söz-söhbət düşmüşdü.
İndi onlardan gör nə qədərdir, niyə görə onlardan sevindirirsiniz? Mən də o şeyin ətrafındakılarını bir-bir təmizləyirəm də mikrobları. Mikrobları təmizləyirəm də. Nə edirəm? Düzgün eləmişsiniz Ayşə xanım. Düz eləyirəm. Yox, mikroblar sənə bulaşsın, sonra da uşağımın atasan. Lütfen, lütfen. Rize... Ayşə, da hər yerinə evlidir yazmalıyam mən sənə. Bax, sən də arıqlamısan dəhşətli dərəcədə. Hüseyn də necə arıqlayıb? Mən ay bacım, ay anam, mən ailəmi qorumağa çalışıram. Həmin o şəxs də birbaşa qeydəcək ekrana, televiziya ekranına. Bax, Yine başladılar bize ne kadar bir savı istəyirlər atmağa. Amma hamısında səviyyələri gör nə qədər səviyyələr var. Ayten Əlizadə 18 səviyyə hədiyyə vermək niyə var. cavab verirsən ki? Hər adam Sonra qoşun görəydi bəlkə bu hədiyyəni kim alırsa ondan danışır. Ora qoşulur. Hüseyn qaqa, mən onda çıxar, gecəz xeyrə qalsın. Allah sizi mehriban eləsin. İnşallah ki, yaxşı olur hər şey. Çox sağ ol. Allah razı olsun. Allah razı olsun. Bunu da birbaşa Sağ olun. Allah can sağ olsun. Teşekkür ederim. Var olun. Reklama gəliblər də bilmirsən. Sağ olun. Mən indi necə çıxım, çıxa bilmirəm. Nihat buyurun. Ətir dünyası yaxşı adamdır. Çox gözəl insan. Ayten buyurun. Deyirəm, axşamınız xeyir oldu. Ay sənin axşamı xeyir. Ay nənə, necəsən? Yaxşıyam, siz nə edirsiniz? Canım ay nənə, şamaxlısan deyəsən. Yox, Bakıdanam. Bakılıdır. Ne güzel, ne güzel, ne güzel. Baxıram sizə həmişə. Mehriban olunuz oğlum. Ailə dağıtmıyız heç vaxt. Bakın hansı kəndindən siz? Mən Türkandan. Ne güzel ay mama. Salam anne, axşamınız xeyir necəsiz? Aleyküm salam qızım. Sən biraz özün üçün qızım qurban balam olasan. Ailə dağıtmaq hasatdır. Mən ailəmi dağıtmıram, ailəmi qorumağa çalışıram. Sadəcə olaraq ailəmə müdaxilə edənlər var. Müdaxilə edənlərdə mən sabahları göstərəcəm necələrdir. Bəsdirsinlər də. Elimi çox qızım fikir eləməklə. Bax, Düzələcək, hər şey düzələcək. Mənim balamın xətrinə qurban balama. Sen Allah köməyiniz olsun. Allah Hüseyin də elə yetim olub. Baxmışam, Zarun verilişindən baxıram sizə. Gedib yetimlər evində böyüyüb uşaq. Qoy balası da ki, atalı olsun, özü kimi olmasın. Düz. Ürəyim ağrıyır. Allah sizi can sağ versin. Baxıram sizə, Allah'ın da ürəyim ağrıyır. Özüm də yetim saxlamışam uşaqlarını. Allah can sağ versin. Allah razı olsun. Mehriban olsun oğlum. Bir-birimizi can deyir, can işidir sənmə. Sana. Sağ ol oğlum. Sağ olun, sağ olun. Axşamınız xeyir Hüseyin balam. Hər vaxtınız xeyir olsun. Əkad balam. Uşaq ağzımdan öpdü mən balam. Aytaq uşaq ağzımdan öp qızım. Ağzınız şirin olsun ana. Allah can sağ versin. Nə ağıllı qızsan. Heç nə edəcək alma. Düz eləyirsən. Belə də belə də get. Yoldaşı bəş tut. Vəssalam. Heç kimə qulaq asma. Ailəm qorumaq lazımdır. Ay Allah, işkence verirsiniz mənə sizdə. Niyə? Oo, Artistiyəm ha. Beynim çönür. Ha belə də getmədi. Hə, ailəni bəş tut. Hüseyin yaxşı oğlandır. Sən də Belələrin axırı yoxdur da. Sən də ağıllı qızsan. Sən çox ağıllı Ailədə qızsan. deyənlər olur. Ailədə problem yaratmaq istəyənlər olur. Mən ailəmi Mənə qorumaq bax alansan. Heç kimə qulaq istəyirəm. asma. Getsin, səni şeytan hərəkətlər eləsin. Bir-birini bəş tut. Sabahda bir də gördün evində. Görün nədir ana? Sən həmişə yanımdasan, həmişə eşidirəm səsin. Qulağımdan düşmür. Bir-birini bəş tut. Heç kimə qulaq asmayın. Heç kimə qulaq asmayın. Burada paxıl adamlar çoxdur. Ailə dağıdanlar çox o qədər olub ki, bəş tutun bir-birini. Ona görə mən də başsız qadın olmuşam, yetimdarlığına görmüşəm, zülmünə, əzabına tək başına. Allah heç bir evi kişisiz qoymasın. Heç bir evi də qadınsız qoymasın. Bir-birinizi bəş tutun. Uşağı da öp ağzından. Allah sizi qorusun. Bir kurs sən Aytac qızım, sən narkozdan sonra belə əsəbi olmuşsan, bir kurs sən müalicə götür mənim balam. Bir kurs. Söz düzələcəksən. Bəli. Öpürəm sizi. Sən özün də Hüseyin. Özünə fikir ver. Öpürəm sizi. Sağ Ay, olun. sevən insan sevdiyini qısqanar da. Sağ ol qızım, sağ ol. Göstərsənə, göstərmə də mən xahiş edirəm. Əsəbləşirəm ey Allah haqqı. Salam Özünü axşamınız göstər. xeyir olsun. Axşamınız xeyir olsun. Necəsiz Hüseyin oğlum? Yavaş-yavaş inşallah yaxşı olun. Siz necəsiz? Çox sağ olun. Amma görürəm necəsiz. Sadəcə bir doktor kimi bilmək istəyirəm ki, sizin hardasa əgərləri bir həkim kimi probleminiz var. Alo. Siz nə həkimisiniz Kamil? Nə həkimi idarəsin? Danışım mı? Alo.
Amma nə həkimsiniz? Doktor Rəsimə xanım, haralısınız? Bəlkə Ha, interneti yedi be. Necə gəldin anlaya? Zəng gəl. Hə. Sən dur. Ne yazdı? Mərdinaz kim zatlıyor onu bəlkə? Yəqin interneti gedib, ya sənin internetindən. Sevgulla. Nə həkim idi, ümumiyyətlə? Mədə bağırsaq. Sən mədəndə problem var elə. Ne çıxardılırsınız maddi səs şeyləri? Kim çıxardırır? Sən eləyirsən də aşağı. Vallahi mən eləmirəm. Allah haqqı eləmirəm. Azra Rəsimə xanım qoşur, mən qoşum. Yaşat deyil. Mən bu oyunuma niyə atırsan ki? Salam buyurun doktor buyurun. Axşamınız xeyir təkrar. Xeyr, mən mədə Müdür bağırsaq. iş gəlir mənə qız. Moderatör Hüseyin Ayşə. Ay Hüseyin, oğlum bir dəqiqə mənə qulaq as. Əyərləri Buyurun doktor buyurun buyurun. can ağlamasın, qurban sənə. Siz gəncsiniz, bildiniz? Yəni gəncləri biz başa düşmək lazımdır ki, yəni sizə bir yollar göstərir. Əgər sizin ehtiyacınız varsa, əgər ehtiyac yoxdursa mən burada susaram, bir söz demərəm. Allah Sadəcə- ehtiyac var. Var. Can, En çok buna ehtiyaç var. Sonra da mənə. Hüseyin. Hüseynin öz adı o qədər belə zəhimli addır ki, yəni hamımız deyirik ki, ya İmam Hüseyin, düzdürmü? Hamımız ona yəni səcdə eləyirik. Ona görə ki, mən Hüseynin xətrini çox istəyirəm. Allah Hüseyni razı həmişə izləmişəm. Sadəcə bir dəfə istəmişəm ki, Hüseyin oğlum səninlə bir görüşmək istəyirəm, bir söhbət eləmək istəyirəm, bir nəysə yəni ki, balaca da olsa bir yardım eləmək istəyirəm, amma yenə də görmüşəm efirlərdə demişəm Allah yolunu açıq eləsin. İnşallah qismət olar, görüşərik, söz yox. Allah balanı da sənin üçün mimudaq eləsin, ailəni də. Bu seçim sənin öz seçimin olub, seçmisən bu ailəni qorumaq. Amma yenə deyirəm qurban sənə bir ana kimi hər dəfə bağrım yarılır ki, yəni ki sən uşaq evində böyümüsən, belə olmusan, kimsəsizlik olub, heç kimin yoxdur, ata ortaqda olarlar, ya durmuyor. Mənim ürəyim yanıb. Həmişə çox istəmişəm səni, həddindən artıq. Dacı mən Azərbaycanda olsaydım, sənə toyuğa sürpriz edib gələrdim. Çünki mən zamanında Zaur müəllimlə, Zaur bəy Baxşəliyevlə danışmışam. Bir xəstə vardı, mən özüm Madrid hospitalda çalışan bir həkim olmuşam. O vaxt bir xəstəyə ki, mənim fizioterapevt həkim göndərmək istədilər. O xəstə ağır olduğuna görə mən götürmədim. Orada da o iş bitdi qaldı. Yəni ki, o ATV kanal da mənə doğmadı. Yəni Azərbaycan kanalıdır. Yəni özgə yer deyil, yaxın yerdir. Ona görə ki, hər zaman istəmişəm sənə dəstək olum. İndi də bax, görüntülü də olsa, canlı da olsa, səsim də canlansa, Allah paylaşsa da hər zaman sənə dəstəyəm. Çünki sən qəlbin yaralıdır. Bildin? Yaralısan da, yaralısan. Sən ailən də səni başa düşmək lazımdır. Ailə qurmaq nədir? Ailə ki qurdun, həmin insanın anası da olsa, ailə yenə ona kişiyə ana sayılır, bacı sayılır, hər şey dəstək sayılır. Ola bilsin qızımız da gəl. İndi Nazor kim? Nazor sayılır, indi Nazor. Kart artık bu dəstək. Hə biraz Kim yazıb? Biraz əvvəl burada bir söz deməyə. Biraz əvvəl Mavi Dəniz zəng eləmişdi. Dedi nə olur olsun. Çıkart pul elinde mavi de camadan ailesi takılı pul 500 manat verir. Bir de göreydi hekim ne deyir de. Allah kim özgü gönüllülük sözler deyir. Neyin yoxmuz da hadi gelsin öldürsün bizi. Yoktu da var vermiri. Mavi Dəniz De Allah gözü boşa alimenti puluna vereceğim. Mən aliment istəmişəm səndən. Mən aliment satış istəmirəm. Seninle boşanan var. Tamam. Allah eləməsin. Allah eləməsin. O günlərə heç vaxt yəni çatmayasınız. Bərabər ailə ilə birgə evladınızı böyüdəsiniz. Çünki o yetimçi Mavi de. Özü de düşünmür ki ailem dağılır değil mi mavi deniz? Onu bunu düşünmeleri dağılır da bize mahalleler. Salam, axşamınız xeyir. Salam ana, salam. Necəsiz Hüseyin bəy, nə var, nə yox? Yavaş ol, yaxşı olun. Siz nətərsiniz, necəsiz? Hüseyin bəy, mənim üçün ən dəyərli adı Hüseyin qardaşımın adıdır. Həqiqətən sizi verilişdə də belə görmüşəm, canlıda belə şifalı olaraq tanıyıram. Çox istəyərəm ki, siz mehriban olasınız. Ayşat da çox belə güclü görsənməyə çalışsa da zəif qadındır. Sizi sevir, qısqanır. Hər zaman insana dəyər verirsənsə qısqanır. Amma çox xahiş edirəm. Siz özünüz, mənim 3 balam var, onlar da atasızdır. Allah üçün. Yəni
uşaq yetim qalanda çox pis olur da. Düz deyirlər, atadan yetim qalmır, anadan yetim qalır. Amma Yəni atadan yetim qalır. Yox, atadan yetim qalır. qalsın. Amma uşaq Ana qazanmır ki, ata qazan gətirir. vallahi qazanan analar da var. Sənə danışsın. Qazanan analar da var. Uşaq quşdur. Onun bir qanadı atadır, bir qanadı anadır. Onun biri olmayanda o uşaq çox belə aciz qalır. Yəni onu bir yaşamış qadın kimi mən Həkimin nə çıxartdı? Həkimin sözünü ayağımçı qaldı. Üzrlüsən doktor. Həkim nə çıxartdılar? Həkimin özü. çox xahiş edirəm. Mehriban olun, dəyərlisiz. Allah həmişə mehriban eləsin. Ayşət xanımı da, səni də. Allah razı olsun. Çalışın, ailə gözəl şeydir, həqiqətən. Valla boşanmaq nə var? 2 dəqiqənin içində boşanarsan da, ailə həyatda qurarsan. Amma insanın o sonradan o deyir çıxan gün insanı isitmir. Həqiqətən isitmir ha. Yəni düz deyil, nəyəsə də görə özü də bədbəxt eləmək lazımdır. Amma istər sənin balan var, gül kimi balan var, maşallah olsun. O baladan ötürü nə qədər zülm çəkənlər var. Yaz özündən deyə özünə yaz. Ona görə də çalışın Ayşət, bir böyük bacı kimi məndən balacasan, şeyin də bəlkə də balaca olar, dəqiq bilmirəm, amma məndən balacasan. Həyatı dağılmış bir insan kimi heç vaxt istəmərəm ki, heç bir qadının ailəsi dağılsın. Yəni bir-birinizi yola verməyi bacarın. Can, təşəkkür edirəm anam, təşəkkür edirəm. Çəlim özgəri. Üzülürsən. Yo, onu demə, şey- Anam. Bu da yetdi. Yəqin tutuq atır. Yəni TikTok özatır ya. Zaten bir tutuq atır. Allah haqqı mən atmıram. Allahın dostu mən atmıram. Yəni mən boynumu atma ha. Bu mənim şəxsi kart hesabımdır. Ananın 500 manat pulu var. Bəli, bəzi biznes akvalı, düzdür. 250 manat deviyyəsinə verilməlidir. 550, 250, 800 manat pul lazımdır. Allah haqqı mən eləmirəm. Hadi, yəni mən boynumu atma da, bu yaxşı. Görmək istəyir. Yox, oradan aşağı atmır. Yox, o nəticə Allah atır. lazımdır. Mən atmıram. Yandan Hüseyin, mən boynumu atmam. Haycan. Şunu koyayım, şunu. Sen ben niye göstersen? Sen göster. Yaxşı da mən göstərmə deyirəm. Haycan, nə qulum, haycan, haycan. Nə barışmaq? Mən demişəm, küsmüşəm. Sadəcə yox, mən ailəmi qorumağa çalışıram. Lazım gəlsə son da qoya bilərəm amma. Və deyirsiniz kart qoydu. Gördünüz, bax siz də şahit. İzləyirsə baxırsınız, görürsünüz. Amma görsən, ayağından deyir elətdirirlər. Haydi. Biz də bilmirik valla. Mavi dəniz yaman əsəbləşmişdi. Deyir Hüseyinə deyir. Deyir hardan tapsın. Allah mən də o bir otaqdaydım. Burada 2 nəfər yazdı ki, Ay Məsumov. Kartımızı qoyduq için. Bu mənim şəxsi kartımdır. Mən atının anam pulunu verim də. Onsuz da gedirəm. Bir an baxım görüm neçə kartım var. Azən Allah çıxaq ya, bu nə kart deyin, gedə maşını vur. Gedə geçdi, mən deyib hazırlamağım, özüm başım təmizlənməli, da öyrəyim. Mən ürəyim demə. Günah məndə deyil. Suala təsir edir. Günah məndədir, buna təsir eləməz ki. Günah məndədir. Günah məndədir ki, mən səni dişi deyirəm. Nə deyirsən? Nə deyirsən? Heç nə. Nə demək? Heç nə gəlməyib, xeyr, gəlməyib, yalan danışmayın. Bu da mənim kartımdır. Mavi dənizin 500 manatını verməmiş. 200 vermişik, 500 biraz əvvəldən gəlmişik. Hüseynə deyin hardan tapır tapsın. Döz, kaprizliyim, əsəbiyəm, beynim çönüb.
Hayır, yazdılar burada 10, 2 nəfər yazıb 10 attım geldi. İndi baxıram bu dəqiqə. Allah ilə mavi dənizin pulu düzələr. Yo, gəlməyib. 41, 69, 73, 88, 18, 16, 04, 46. Deyil də. Niyə qoşmalıyam? Nə üçün qoşmalıyam? Baxın görün istabil istəyirlər. Hamısı tanınmağa gəliblər də. Ne kadar istek var burada? Ümumilikdə 800 manat lazımdır. 250 ev yəsinə verilməlidir. Dünən Oo. Bu 800 tutar mı? Ne kadar oldu saat? Yarım saat başlayacak, canlaşmışıq. bax. Benim birim var. Dur telefonumu göster. O da bir mal özünün de puludur. Gel getiri kartı götür buradan, sen aldı kalın da. Bu soğuk ne pul? Sen şimdi özün verersin. Koymakla bir verilen söndüremi soğukdu ben. Xəstələndim mi desin, ayrıyım ki. Koymuyor, kart koymuyor. Sen Allah bırak, kart koymuyor. Verersin. Ev soğuk değil, mənə soğukdu, mənə. Gedirəm. Hara gelirsen. Ev soğudursa kart koy, ev soğudursa kart koy. Ev soğudursa kart koyanda ev silənir. Bu kız gözaldım seni. Ona göre bunu koyunca var ya, çok sağ ol. Bazlık nedir? Kan azlığı olanda. Kart koyduk Nikoş. Bazlık nedir? Ne? Bazlık nedir? Neyse. Çok sağ ol. Şimdi buna bak aldırdın hiç olmuşsun bana. Çok sağ ol. Ne? Yaxşılığı bir aradan bayağı bir saat yaxşılığı fikirləşəm ki, nə yaxşılığı deyim sən ki, bir şeyler yuyalım. İndi yadıma düşüyor, bu papağı sənin düdüğünü ona göre aldım. Diğerler yadından çıkıp yani. Yadıma salmaya Elə bil sən də çalışıyorum. məndən bərabər narkoz olmuşsan. Oy 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 oy. 3 manat Dilarə xanımdan dəstək oldu, sağ olsun. Dilara xanım çok sağ olun, teşekkür ederim. Ayda ölürəm. Niyə ölürsən? Allah eləməsin. Səni istəməyənlər olsun. Niyə ölürsən ay bacı? Ölmək vaxtıdır, gecə vaxtı özdə. Bəli, barışmışıq, bəli, barışdıq, bəli, şükür Allah, şükür, barışmışıq. Şükür başa. Ben niye bu oyundan çıxarırsan? Mən oyun çıxarmışam, yoxsa sən? Mən oyun çıxarmıram. Özündən xəbərin var sənin də. Falan çekiyor. Babama göre, ha? Ha mi?
Özün də Rus saldatlarına oxşayırsan. Birazdan maçlara geleceğim. Hüseyin'in elinden. Biri de yazdım attım 5, biri de barışdı, biri de özlerini gösterdiler. Biz özümüze 5 yıl bundan sonra göstermiştik. Ben özüm bir yıl önce tanıtmışım. 3 Haziran Dilara xanımın dəstəyi olmuş. Hemen günü de Hemen günü 3 gün kara bulutlar çekilmedi Bakı'nın üzerinden. Yadıma Sen beni geldi o gün. itiraf elədiyin gün bulutlar gelmişti. Külək yapardan mı? Bak. Külək nə tərəfdir? Hemen günde ben binanın altında yasamalıdan gelirdim. Orada bir tane yukarıdan taş düşürdü başıma. Ben bir attım qabağa. Geç atsaydım taş ben başıma düşürdü. Hemen gün. Görsən Allah məni nə qədər çox istəyir ki, sənin o daşın üstündə. O gün ben hemen taş benim başıma düşmeliydi. O daş sənin üstündən götürüb. Hemen gün o daş benim başımın üstüne Səfərin ortasına düşmeliydi. ki, Ayşadı unutmayasan. Görsən Allah qoymayıb o daş düşsün. Çünki sən başına o daş düşsəydi, onda hara getmişdin Allah bilir. Tərsinə getmişdin. Həqiqi deyirəm ha. Tərsinə. Sənin xəbərin yoxdur, düşür. Bəlkə də ola bilər ha, olar. Nə daşı idi? Sarxan daşı idi. Sarxan daşı möhkəm olur deyir. Çay daşı. Hədə sarxan daşı deyirlər ona, sarxan. Bizim evimiz sarxan daşından tikib. Gedəndə sağ göstərmişdim axı. O daşdan idi. Rəngi xal-xal. Ay sağ ol. Mənə göstərmir. Mən sağ demirəm, göstərmir. Uşaq yanımdadır. Uşağımı niyə görmədilər bəziləri? Uşağı bütün gün gösteren sensin. Mən göstərmirəm, sən uşağı göstərmir. Daşın adı nə idi? Sarxan idi. Bilmem Serhan idi, Orhan idi. Onda bir bilmem. dəfə də vuraram o daşı tapıb. Ne diyor bir defa vuruldu. Adam başta bir defa düşür taş. Bir dəfə də düşsə bəlkə ağlı yerinə gələr. Adamın başında taş bir defa düşür. Yox, onda ağıllı idi. Gəlib bir dəfə də vurasan ağlın yerinə gələr də, hə? Yemeği pişirir yemeği. Yemeğin söhbəti getmir burada. Tıq söhbəti edir. Dığdıq nədir? Dəhşətli. Ağalar, o nə sözdür? Təzə lüğətinə əlavə eləmirsən? Tıq-tıqda yəni deyinmə. Dünənləri arvadları qoşmursan, o qeybət edən arvadları. Onların sözünü indi burada öz dilindən lüğətinə salmısan. O sözləri çıxar lüğətindən, yaraşmır sənə, yaraşdırmır sənə. O yaraşmır o sözlər sənə. Yox ha, imkan verəcəm, yığdırma şanellər həndavərində artisti edəcəklər. Mister Paşa dayıları. Bak Paşa. Yox, mən gözləyirəm sabahı. Sabah açılsın, xoruzlar banlasın, budinliklər çalsın. Saat 5 tamam gəlsin, Xoşqədəm xanımın verilişi. Birbaşa. Ondan sonra gör nələr olacaq, nələr. Dünyanın sonudur, dünyanın sonu. Sən niyə mənə baxırsan ki? Yenidən vurulmuşsan. Aşık olmayayım mənə. Özü təsəlli verir. Təsəlli deyil. Sən özüründə. Deyirəm ki, təsəlli. Ay, sən özündən xəbərim var. Mən xəstələnmişəm. Mən vəziyyətim nə olub mənim? Hə, nə olub mənim vəziyyətimə? Xəstələnmək. Xəstələnmək. Gecə vaxtı tuttum. Allah haqqı əsəbindən gülürəm. Ayşə, sən niyə bu gündəsən? Sənin rəngin niyə qaçdı birdən-birə?
Yaxşılıqdır səndə. Mandalinin qabığını niyə qoymusan? Dur gerek. Ne gülüyorsun ya? Mandalinin qabığını niyə qoymusan deyirəm. Kabuk da ne hara koyun? Ben cime koyun. Yox, qabın içinə qoy da. Yəqin ona görə halın dəyişib. Cəmat deyir, aşağıda incitmə, görsən. Ha, hele hele. Cəmat dilə gəlir. Biz baboşu da keçdik. Baboş bizim yanımızda yandı. Buradan baboşa salam deyirsiniz. Baboşun izləyicilər gəlib bizim səhifəyə. Gör bu nə deməkdir? Xoş gəliblər. Həmişə siz gələsiniz. Qarşıda da qonaqlar var. Vallahi. Hocam bir Ayşat yaxşı qızdır. Çox sağ ol. Təşəkkür edirəm dəyərli izləyicilərimiz. Görsən elin göz tərəzi. Ham bir Ayşat yaxşı qızdır. Görsən. Sana diyen var pis kızdı. Tıklayın dostlar, tıklayın. Bu qız səni sevir, qədrini bil. Kadir Ağacak Ezen. Avarka evli 6288 evli də yazır. Görsən, sabah sənin TikTok'un hamısına yazacağım evlidir. Köynəklərin üstə yazacağım evlidir. Lazım gəlsə bax düz alnının ortasına yazacağım evlidir. Üzüyünü takırsan sabahdan, qutardı getdi. Görməyim o üzüyü sən barmağından çıxardasan. Vay sən halva. Allah benim cümle bakayım. Evlidir. Gözünə sox ki evliyəm. Niyə üzük orada suvenirdir sənin üçün? Saxlamısan orada. Niyə taxmırsan ki? Gözünün önünə soxuram da. Gərək məcbur gecələr taxam, gecələr. Yadından çıxmasın üzük. Boy. Sabahdan diskləri də apar özünlə gəzdir. Toy videolarına baxsın, şəhid analar eləyir bizim toylarımızı. Qazilər, veteranlar, Allah həqiqətən can sağ versin. Burunlarından gəlmişlərin ağzını cıracağım bəzilərini. Biz şəhid bacıyıq, şəhid qardaşıyıq. Evlidir. Ayşe değil mi? Avazayı güldür. Ayşe. Görməyim ha, evlidir. Allah'a bak, kitaba bak. Hər yerə yazacağım evli. Kulağının dibinə gedib onun da kulağının dibinə bir dənə ilişdirəcəm, evlidir. Başına bir dənə sarxan daşı vuracağım, evlidir. Sen böyle o toy kasetlerinde iple taksın mısın? Kakraz orada şey var da, televizor var. Gedəcəm və qoyacağım, deyəcəm baxın gözünüzə girsin, evlidir. İnan bak evli. Gör nə vəziyyətdədir. Yəni ki, deyir toy disklərini fırlayacağım, onları gözünə soxacağım. Evlidir, ay mundar, evlidir. O tupoy bilmir, evlidir. Sabah gəlsin. Hər şey sabahdan başlayacaq. Sabah ilk günümüzdür. Həftənin ilk günü. Sabah 15 idi. Deyəcəm, baxın, evli. Gözünüzə girsin, evlidir. Ay zina eləyənlər, evlidir. Gözünü çıxsın, evlidir. Bir yanında kim ediyor? Ay ne kadar tanışır bu? Ay Allah. Xeyr eləmir, evlidir. Sən yatanda da evli danışırım ki, bu dilində deyəsən ki, evliyəm. Hər gün bax bunu tez-tez təkrarla. Ay şimdi ne lazım? Sən bilsən kimə nə lazımdır? Kimə nə lazımdır? Evli sözü. Başa düşmürsə yumruğu gələcək. Evlidir. Qulağının dibinə, gözünün altına. Qulağının dibinə, gözünün altına. Hani? Yox, başqasının. O zina eləmək istəyənlərin. Saçlarını yolacağım, qulağının dibinə də bir dənə. Çap getdi. O kız size sakin olsun. Yox. Nişan yüzüğü tak. Toy kasetlerinde iple tak. Tak boynuna. Əmin içində Ayşat var. İçində Ayşat var. Qulağının dibinə ilişdirər. O oluyor.
Karandaşdan üçgen. Yo, silinmeyen var ya, onlar silinir. Onlar silinir. Tato eli. Ha. Yo yemelik değil. Ya tato demedim ki, tato günahdır, tato demedim. Ben derimi o şişəyə verə bilmərəm o adla. Xeyr, mənim adıma nə olub ki, sən nə demək istəyirsən ki, gül kimi adım var. Kimin o belə adı var? Yox, qurbanımız. Yox. Arkadaşlar qızımsa yemək qoyursan, sen üçün işə. Hə, qoymuşam. O kudakın üstündə də yaz evlidir. Yüz sabahdan, Yəni tək yesin. yo, çatan kimi gedirəm evlidir, hər yerə yazıram. Sən telefonun siqnalını da qoy evlidir. Səni zəng eləndi. Bəli, telefonda olmuyor, qoy ki, evlidir. Gəlsin ki evlidir. Gözü çıxmışlar, evlidir. Sən Allah gülürsün ay yaşıdı. Nə bilim, nə edirəm? Birinci gündə gəlsin, gör nələr olacaq, nələr. Sabah birinci gündür. Nə olacaq? Birinci gün nə olacaq? Dədəsi də gələcək, anası da gələcək, qardaşı da gələcək. Hamısı gələcək. Deyəcəm, qızına niyə Ay, yaxşı, deyəndə. videolar çəkiləcək. Alma getdi. Sənə nə olubdu? Sonra yemişsən, niyə görünürsən adama deyərlər. Mən ailəm qoluna çalışıram. Başa düşdün? Əsəbləşəndi, alma getdi. Ondan var. Ay bak, 5 canla söylemə, ancaq belə canlı belə olur bu. Burada bir cüreydim, 5 əsəblə su içdəşək. Burada boşa Sən gibi. başlayırsan axı. Əylə Sən zarafat başla. edin. Bizə niyə elə? Yox, zarafat eləmir. Zarafat edin. Sağ olsun. Orucu birdən kimsə evlə belə ki ayrılmışıq. MySpace-dən 10 qəpik gəlib, ABB-dən 5 manat, Bizim Dilarxandan 3 yanımızda, manat. bizim yanımızda eləyəlim. Onu da 9 manat verir. Yox, zarafat Şey eləmirəm. vermir, istəyir ki, bir Sabahdan hər yerə girsin. evlidir. Hadi ev yazdı evlidir. Telefonu da o zəngin də yazsın evlidir. Hamına yaxşı. Mən niyə göstərsin? Aa. Bəli, dəyərli izləyicilər, indən sonra eləmək lazımdır. Abi dənizim bir dənə pulunu yesəydim, Allah haqqı. Adam, Bunu ne yığırsınız? Bir anda ne yanlışdı? Ne boşanmaksın. Ha doğru pul ver. aliment pulu vermək lazımdır. Hə? Boşanmaksın. Bəzilə var da evlənəndə pul yığırlar, boşananda pul yığırlar. Evin kirayəsi vaxtı pul yığırlar. Vallahi Allah haqqı ciddiyəm, bəlkə də elə bilsiniz zarafatlı oyundur, vallahi oyun zat deyil. Boşanmaksın. Yox, o qızı mən sabahlar gör nə edəcəm. Bunu qazlı söyleyelim. Oran necə olacaq, nə tür olacaq, gör nələr olacaq. Mənim ailəmə onlara görə söz-söhbət yaranıbdır. Gözün yazında səninki ərdi bizimki qartof soğan. Allah dedi Gül xanım yalan olacaq. Ay bala, Studiyada ağlama atış edir. ərin yanındadır, get ərinin qədrini bil, ərindən möhkəm yapış. Mən sağ onu deyirəm. Mən demirəm sənin ərin kartof soğandır. Mənim ərim kartof soğan deyil, xeyr. Nələ papaq deyil. Nə də papaq deyil, oradan ora, buradan ora qoyulsun. Səccadın dədəsi Səccadın yanında olmalıdır. Hansısa kartofun soğan yanında yox. Yıldırma Şanelin yanında yox. Tamam inşallah. Mən canını bağlayıram. Özünüzə yaxşı baxın. Biraz üstüdə sağlı titrəmə var canımda. Gedim işlədə yükləməliyəm. Sirkələnməlisən də. Kim sirkələsin. Kim sirkəliyir də əvvəllər? Qədrini bilirsən onun. Nə oldu? Özü sorsun. Mən sənə sual verirəm. Sən kim sirkəliyirdi? Səni kim zoğalı var? Demirəm, yox demirəm. Heç. Niyə demirsən ki? Deyirəm ayağın gəlir. Başdan ayağa səni kim sirkəliyibdi? Hər yerini sirkələmişəm, hər yerini.
Qulağının dibinə kimi sirkələmişəm. Maşındır. Sirkə bilmirsiniz nədir? Dalıca da gülaflamışam. Hər axşam sirkələnir Hüseyin. Bəs bugün kim eləyəcək? Hüseyin elə sirkələn Bayaqlar sənin canlığa hazır həkim gəlmişdi də. Bir soruşayım. Çıxartdı şimdi çıxartdı onu. Nə həkim idi? Bir soruşaydın da ondan. Bəlkə bir çare. İmkanımız olsa, imkan özü gəlsin elə. Vallahi onu mən çıxartmam Allah haqqı. Yox, bir çare Hansı eləyək. moderatorda o eləyən ayrı. O Görək nə can həkimi idi, nə həkimi idi o? Yo, hansı moderatorımız eləyir onu. Mən bir nəfərdə şübhələnmişəm. Allah göndərmişdi o həkimi sizə. Aşır yemək pişirir, bəli pişirir. Niyə bişirmirəm? Qaş ən gözəl. Hayır, dur da dur gedək, dur. Qədrimi bilmədi. Axşam yeyib bu mahnı ilə paylaşacağım. Qədrimi bilmədi. Qədrimi bilmədi. Belə bir mahnı çıxır bu günləri. Deyir insan nə fikirləşir, o da qabağına çıxır. Qədrimi bilmədi. Qədrimi bilmədi. Yatı bu. Hə. Öyrəşməyək bu da. Hansılar da? Dur. Çox sağ ol, yaxşı olasın. Qayğan alıyasın sərsən. Heyif səndən, heyif sən. Hüseyin heyif sənə, heyif mi Ayşədə? Heyif. Fı. Haycan oğlum, haycan. Bax görürsən papaq sənə xeyir verir. Görürsən, başını qoruyur. Ayşə sənə xeyir verir, səni ümumilikdə qoruyur. İstəmirəm. Sənə gələ xeyir istəmirəm Ayri. Çox sağ ol. Elə sən belə sakit qal. Mənə xeyir nədir? Sən mənə elə bir dünyanı vermirsən, milyon vermirsən. Mən sakit qalanda mənim dilim olmasa səni basıb yeyərlər. Diri udarlar. Mən qoyaram səni kimsə udsun. Hazır mən səni udmuşam da. Mən səni həzm eləməmişəm. Kimsə də Mənə vermə. İstəmirəm. Amma mən balina da deyiləm. Da başa düşdüm. Mən səni həzm eləməmişəm. Arzu demişkən. Arzun bir söz var. Deyir ki, yaxşı yerini yemişəm, çürümüş yerini fırlatmışam. Bunu kafada görə aparınca şey olmaz. Kulüptakların dərsiniz. Yığdırma Chanel. Burada indi bilirəm, mısmış izləyirsən, Hüseyin ətrafında fırlanırsan. Triyapka, sabah sən gör nə yiyəcəm. Nə salfanı yıxalım. Zəminə. Sənin yeni ilini qara il eləyəcəm. Matəm. Sabah gözlə. Heç çəkmirəm. Sadəcə olaraq bizə nə çəksəndə mən onu başa düşürəm. Bəzən ailəsini xoşbəxt edib qorumağa çalışan kişilər deyir, belə kişi olar. Kişi nətər olar? Kişi arvadın başını yumruq vurar, kişi arvadının gözünü çıxardar, kişi arvadını döyər, kişi arvadını söyər. Belə kişilər olur. Sən nə demək istəyirsən ki? Burada bu hər şey var, bir dənə baş ağlı yoxdur. Mənim ağlım var, sənin ağlın yoxdur. Sənin ağlın olsaydı bu vəziyyət Ona görə də bəzi ağılsızlar da buna qoşulub mənə tırqa vermək istəyir. Sağ olsun. 3 martda Zənurə xanımdan gəldi. Mavi dənizdə yəni anam. Hər nədirsə, indi olub da söhbət kimi istəyir söhbət olsun. Biz sadəcə olaraq istəmədik uşağımız atadan, anadan ayrı qalsın. Mən daha doğrusu istəmirəm, eləmirəm. İndi mən də razı deyiləm buna. Mən sadəcə demək istəyirəm ki, bu deyəm də abi. Səni aparacağım dedim. Tamam. Ara, bu əlcəkləri niyə taxmısan?
Papaq qoyub əzik tağ, o toğ oğlan oxşayır. Nəysə, söhbəti Bir kuş bağlayırsan. müalicəsi sabah hoşuma Vallahi mən- qalmadım. Həkim gəlmiş. Mənə ehtiyat Həkim gəlmişdi qoymadı ki. Mənə ehtiyac Qoymadılar. yoxdur, amma sənə var. Fakt var. Fakt var. Mən sənin üçün bürünməmişəm. Səni özüm müalicə edəcəm. Axşam səni sirkələyəcəm, dayıca gülaqlayacağım. Dur gedək uşağa sağlığınız Sonra yaxşı kürsüyə baxın. basacağım, Hüseyin turşusu. 53 dəqiqədə artıq canlı açmış. 1 saat başlayır. Özü yaxşı bax Allah'ın Hüseyin dostu gəzəs xeyrə. turşusuna hazır Sabahlar ol. bir danışıb biləcəm istəyirəm. Səndən qəşəng Bir gün turşu də üstüdə olacaq. sağlayıram. Sabahlarınız xeyrə açılsın. Sələlik.